Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib və 2050-ci ilə qədər bu səbəbdən 80 milyondan daha çox insanın aclıqla üzləşə biləcəyi proqnoz olunur. Hazırda dünyada hər 10 nəfərdən biri acılıqla mübarizə aparır deyilir. Problem sadəcə qida çatışmazlığıdırmı, yoxsa burada daha başqa faktorlar da varmı? İqtisadi çatışmazlıqlar, onun gətirdiyi çətinliklərə də təbii ki, toxunacaq. Məsələni hər iki tərəfdən istəyirəm müzakirə edək. İlkin olaraq studiya qonağımızı sizə təqdim edim. Sosioloq Üzeyir Şəfiyev bizimlədir. Xoş gəlmişsiniz Üzeyir bəy. Xoş görmüşük. Digər bir qonağımız isə hazırda bizi canlı bağlantıda gözləyən iqtisadçı Murad Calalovdur. Sizlə salamlayıram Murad bəy. Salam, hər vaxtınız xeyir. Mən də sizi salamlayıram. Murad bəy, sizlə bir qədər sonra davam eləyəcəm. İstəyirəm ilkin olaraq sosioloji məsələlərdən danışaq. Daha sonra iqtisadi tərəflərini də sizdən soruşacağam. Üzeyir bəy, problemin kökündə sadəcə qida çatışmazlığının, bunun digər tərəflərini də soruşacağım sizdən. İslahatlar aparılacaq, islahatlar və ya aparılmalı olan islahatlarla bağlı. İstəyirəm Murad bəyin də fikrini alım. Eşidirsinizmi Murad bəy bizi? Eşidirəm sizi. Murad bəy, iqtisadi tərəflərini də bir qədər sizdən öyrənək. Ümumiyyətcə, acılığın iqtisadiyyata təsiri və eyni zamanda iqtisadiyyatın acılığa təsiri. Yəni bir paradoks var burada. Yəni iki tərəfli qarşılıqlı təsirlərini də bir sizdən öyrənək. Çox sağ olun. Təşəkkürlər. Bəli, burada da artıq çox aktual bir mövzudur bu. Qida çatışmamazlığı deyiləndə əslində insanlar fiziki olaraq qidanın olmamasını nəzərdə tuturlar. Amma burada qida çatışmamazlığı, yəni onu əl çatmamazlığa gətirib çıxarır. Burada da əsas nüanslardan biri də qiymət artımıdır. Amma qida çatışmamazlığında yaradan əsas 5 səbəb var ki, onun da 5-i də hal-hazırki dövr üçün çox aktualdır. Bunlardan biri elə qeyri-müəyyən şəraitin olmasıdır, dünya üzrə müharibələrin olmasıdır. İkincisi iqtisadiyyatın zəifləməsi, hansı ki, inflyasiyanın yüksək olmasıdır. Qiymət artımlarıdır, kənd təsərrüfatında zəifləmələrdir və transport sistemində geriləmələrdir, hansı ki, yol sistemlərinin düzgün şəkildə olmamasıdır. Bu baxımdan Avropa Birliyi, deməli, burada Common Agricultural Policy, ümumi kənd təsərrüfatı siyasəti ilə bağlı yeni bir addımlar atmağı nəzərdə tuturlar. Burada da atılacaq addımlardan biri Ford strategiyasına əsaslanaraq atılacaq. Burada əsas məqsəd nədir? 2030-cu ilə qədər qida çatışmamazlığını 50%-ə qədər aradan qaldırmaqdır. Ən birinci addımlardan biri dövlətin, istər bu Almaniyada olsun, istər Avropanın digər ölkələrində, hər bir dövlətin özünün kənd təsərrüfatına, iqtisadiyyatına ayıracağı diqqət və maliyyədir. Çünki bu Almaniyada yeni kansler təyin olunandan sonra artıq onların həyata keçirəcəkləri planları önə çəkdi. Bir çox sahələrə investisiyalar yatırılır. Bunlardan da ən birincisi elə infrastrukturdur ki, ümumi olaraq 500 milyard avrodan çox maliyyə yardımı ayrılır bu sahələrə. Niyə? Çünki burada infrastruktur deyəndə təkcə binaların və ya yolların tikintisi nəzərdə tutulmur. Bura həmçinin də daxil ki, ərzaq məhsullarının istəyir yarı istehsal olmuş, istəyir tam istehsal olmuş, istərsə də meyvə və tərəvəz məhsullarının bir yerdə storage olunması, saxlanılması və bir A nöqtəsindən B nöqtəsinə çatdırılması üçün müasir avadanlıqların, transportların yaradılmasıdır, təmin olunması və bu storage saxlama yerlərinin isə yeni müasir avadanlıqlarla təmin olunmasıdır. Digər əsas sahələrə yolların çəkilməsi və ya da yolların yenilənməsidir ki, burada artıq qidanın gecikmədən ora çatdırılması təmin etməkdir. Çünki əsas məqsədi həm istehsalçıya, həm də istehlakçıya ayırır dövlət və maliyyəni də həmçinin. İstehsalçıya onun üçün fermerlərə subsidiyalar verilir və güzəştlər olunur ki, istehsal etdiyiniz hər hansısa məhsul maya dəyərindən bir qədər yüksəyə satın, çox yüksək qiymətli olmasın ki, insanlar bunu əldə edə bilsinlər. İkinci əsas maraq da insanların nə cür istifadə etməsidir. Çünki ərzaqlar da bildiyimiz kimi çox zaman xarab olur, atılır və bu atılmaların qarşısını almaq üçün Ford strategiyasını həyata keçirirlər. İnsanları böyük bir monitorlarda, necə deyim, onları öyrətməklə ki, atılmaların qarşısını alsınlar.
Və burada da Almaniyanın ən böyük addımları olacaq Avropa üzrə. Təşəkkür edirəm sizə. Minnətdaram Murad bəy. Fikirlərinizi bizlə bölüşdüyünüz üçün hörmətli tamaşaçılar, xatırladım ki, iqtisadçı Murad Cəlalov idi. Almaniyadan birbaşa bağlantı ilə bizə bu mövzu barədə bağlanıb öz fikirlərini, təhlillərini bizlə bölüşdü. Üzeyir bəy, Murad bəy qeyd etdi ki, atıla biləcək addımlardan biri də qida sərfiyyatı ilə bağlı, hansı ki, yersiz yerə qida sərfiyyatını aradan qaldırmaqla bunu həll etmək olar. Sizcə həqiqətən aclığı bundan, sadəcə bununla aradan qaldırmaq mümkündürmü? Xatırlayırsınızsa,